Salam əziz və dəyərli izləyicilərim. Bugün sizə evinizin bol ruzili olmasını istəyirsinizsə, gözəl həyatınızın, özünüzün, evlatlarınızın gözəl həyatı olmağını istəyirsinizsə, xoşbəxt, bəxtəvər olmağınızı, günü-günündən daha da həyatınızın gözəlləşməsini istəyirsinizsə, sizə sübutlarla danışacağım, göstərəcəm. Mənim əzizlərim və özüm necə edirəm, necə sıfırdan özümdə həyata qayıtmışam. Məni tanıyanlar bilir ki, nə isə özüm eləyib. Sizlərə deməyəndə vicdan əzabı çəkirəm mənim əzizlərim. Ona görə də hər şeyi bölüşməyi sizlərlə qarşıma məqsəd qoymuşam. Məryəm xanım qarşısına məqsəd qoyub ki, hamı ilə, xalqı ilə, dəyərli bacı qardaşları ilə bölüşəcək. Mənim əzizlərim, mən çoxlu əməliyyatlardan çıxmışam, üstünüzə sağlıq. Sizə demirəm, daşlara deyirəm. Çox ağır əməliyyatlarım olub və ölüm-dirim mübarizəsi vermişəm və mən bu həyatımda belə çox ağır günlər keçirdiyim üçün, sıfırdan həyata başlamağım üçün ya ölümü seçməliydim, ya yaşamalıydım. Həyatımı tamam başqa cürə dəyişdim illər əvvəl və həyatımda necə gözəlliklərin yarandığına heç kimin inanmadığı bir şey ki, hətta ən axırıncı beyin cərrahım Fərid doktorun belə deyim də qol çəkmədi ki, yəni 99% ya ölümdür, ya kör olmalısan, üstünüzə sağlıq, ya paralizovanı da, yəni bir tərəfin işləməyəcək. Yəni bu 99% belə bir şeylə, sözlə əməliyyata girmişəm. Dünyanın heç bir yerində qəbul eləmirdilər məni. Və mən həyatımda əgər bugünkü gündə ayaq üstəyəmsə, gözəl həyat tərzi sürürəmsə, şükürlərimin sayəsindədir. Etdiyim dualarımın, zikirlərimin sayəsindədir. Mərhəmətli olmağımın sayəsindədir. Mən yerimdən duranda siz həyatınızın gözəlləşməsini istəyirsinizsə, sizə bunun açarını verəcəm, açarını öyrədəcəm, sirri öyrədəcəm sizə. Axıra kimi dinləyin. Kim məni bəyənmirsə, sevmirsə, o qədər sizə aid, sizin səviyyənizə uyğun videolar. Gedin, çoxlu videolar var səviyyənizə uyğun olan. Gedin, xahiş edirəm, onlara baxın. Mənim üçün çox dəyərli olan, əziyyətimə dəyər verib mənə dualar yazan, girib səhifələrimdə baxa bilərsiniz. Milyonlarla Azərbaycan xalqının dualar qazandığı bir insan mənəm. Yəni bu çox tək insan. Elə bu da şükürlərimə görədir ki, xalqımın belə sevincini, sevgisini qazanmışam. Dualar edirlər, dua sahibi olasınız, əziyyətimə dəyər verdiyiniz üçün dua edənləriniz çox olsun. Mənim əzizlərim, mən öz fantaziyalarımı sizə demirəm. Mən bilirsiniz ki, dayanmadan oxuyuram. 54 yaşım olacaq inşallah. Hər gecə sizlər yatanda mən oxuyuram. Mənim gecə kitab üçün hətta svetilnikim var, videolarım da var, baxa bilərsiniz. Yəni sayı hesabı yoxdur. Elə bir professor, elə bir bilim insanı, elə bir neyroxirurq professor, hansı ki kitablar yazmış, hansı ki elmi əsərləri var, elmi işləri var, sayı hesabı olmayan, bilirsiniz elmi işlər nədir? Hansı ki Nobel mükafatları alıb. Yəni onları oxumuşam. Eyni zamanda da baxın bu kitab Включите свой mozg, yəni Azərbaycan dilində beyninizi işə salın. Burada 40 ilin neyroxirurqlarının yazıları var. Burada din insanlarının, nə olsun ki xristiyanların da din insanları var. Biz Allahımıza şükür deyirik. Onlar da rus dilində elə, yəni başqa cür alınsa da, yəni şükürdür. Allaha minnətdarlıq da onlarda da. Yəni burada yazılıb onların da necə dua ilə beynin bir başa əlaqəsi olmağını. Baxın, əgər gözəl həyat istəyirsinizsə, ruzinizin bol olduğunu, bəzən Allah ruzi yetirir, amma o ruzidən xeyir tapmırsınız. Çox olmuş olar belə. Ona görə ki, siz ruzini də istəyəndə, hansısa bir arzunu da eləyəndə, çox xahiş edirəm, deyin ki, ya Allah, sən bunu, bu arzunu, misal üçün maşın istəyirsiniz, maşını mənə xeyir bilirsənsə, dua bilib qəbula keçir və çoxlu şükürlərinizi edin yerinizdən duranda. Bunu yazılı şəkildə eləsəniz daha gözəl olar. Bu bilinçaltı, şuuraltı deyilən bir şey var, hansı ki, bax bu kitablarda, başqa kitablarda da var ki, 40 il, 50 il beyinlə işləyən neyroxirurqlar var ki, onlar da təsdiqləyir ki, bilinçaltı, şuuraltı deyilən bir şey var. Əgər bir şeyi çox təkrar dedikdə, yazılı şəkildə, yaza oxuduqca həm beyninizə istirahət lazım deyil, bütün orqanlara istirahət lazımdır, bir beyninizdən başqa. Çox maraqlıdır. Beyni istirahətə verdinizsə, elə bilin ki, Alzheimer xəstəliyini çağırırsınız, Parkinson, yaddaş zəifliyi. Amma beyninizi yüklədinizsə, başqa orqanları yoxa, bir tək beyni yüklədinizsə, beyin istirahət edir. Bunu da necə yazmaqlarla, kitab oxumaqlarla, istər dini kitablar oxuyun, şükürünüzü ağzınızdan qoymayın. İnanın ki, Allah şükürlü bəndəsini çox sevir. Siz şükür etdikcə Allah şah damarımızdan yaxındır. O bilir sizin çətinliyinizi. Çünki çətinliyi olmayan insan heç kim deyə bilməz ki, mənim heç bir çətinliyim yoxdur. Hamının özünə görə çətinliyi var. Və o çətinliyinizi Allah bilir və görür ki, siz şükür edirsinizsə, sizə daha da şükürlü günləri Allah deyir ki, qoy mən göstərim, mənim gözəl bəndəm, Allah sevər qulum. Gör sən
görəsən şükürlü günlər necə olur? Və yaxud siz şikayətlər eləyirsinizsə, şikayətli günləri Allah sizə göstərər. Deyər, indi bax gör şikayət necə olur. Və mən bunları həm dildə dedikcə, bir də böyüklərinizin halallığını alın, sağlığında, ayaq üstü olanda, ölüm yatağında, ağır xəstə olanda hamı halallıq verir. Amma siz böyüklərinizin, mən necə ki böyüklərimin, dünyasını dəyişənlərin belə sağlığında, ayaq üstü olanda, indiki gündə də mən 84 yaşında anama, mənim qardaşım yoxdur, atam cavan rəhmətə gedib, illərdir anama əlimin içində baxıram, başımın tacıdır anam və onun hər namazında, zikirlərində mənə etdiyi dualarla mən bugünkü gündə ayaqdayam. Mənim özümün etdiyim şükürlərimlə, dualarımla, zikirlərimlə mən bugünkü gündə ayaqdayam. Baxın və mən bunları yazılı şəkildə edirəm. Bugün istədim ki sizə göstərəm. Bu axır günlərdə yazdığım dəftərlərimdir. Yəni siz də eləyə bilərsiniz. Baxın, baxın mənim şükür dəftərim. Bax bu bir. Bunu yeni başlamışam. Baxın inşallah ki bunu bu tərəfə qoyuram. Baxın doldurduğum şükür dəftərlərimdir. Baxın sayı hesabı yoxdur. Bacardıqca qırmızı ruçka ilə yazın siz də. Bu bir dəftərim. Yəni bu son günlər yazdığımda sayı hesabı yoxdur əzizlərim. Və mən orada şükürlərimi yazdıqca onları nəyisə istəyirsinizsə varmış kimi yazırsınız. Şükür olsun. Bax məsələn mən belə yazıram. Şükür olsun mən çox xoşbəxtəm. Şükür olsun mən çox varlıyam. Şükür olsun ən birinci. Şükür olsun mən çox sağlamam. Şükür olsun çörəyim bol. Şükür olsun suyum bol. Şükür olsun dünyam sakitdir. Bax bunları yazıram. Siz də şükürlərinizi bol-bol ya yazın ya onu dayanmadan yerinizdən duranda şükür eləməmiş durmayın. Əslində bizim hamımız gözdən əlilik. Desəniz necə Məryəm xanım, indi sizə baxıram, görürəm mən. Nə olsun indi görürsünüz? Gecənin bir aləmi işığını sönsə, durub harasa gedə bilərsiniz? Xeyr, işıq yandırmalısınız. Elədirmi? Deməli, əgər bu gün işığını Allah bizə göstərmirsə, biz gözdən əlilik. Əslində Allahın göndərdiyi gün işığına görə bizim gözümüz görür. Olmasa görmərik. Elə ona görə də yerinizdən durmamış, birinci gözünüzü açar-açmaz, ayağınızı yerə qoymamış şükürlərinizi bir-bir sayın. Əslində o qədər şükürlərimiz var sayılası. Bəzən çox halda şükürlərinizi, sevdiklərinizi, pulunuzun, şükürlərinizin, sağlamlığınızın qədrini itirdikdən sonra bilirsiniz. Və bu kitabda da bunlar hamısı təsdiq olunub ki, ən ağır xəstə belə şükürləri ilə, Allaha etdiyi duaları ilə belə özünü sağalda bilər. Bunu bilirsiniz, dediyim kimi dünyaca məşhur bilim insanları yazıb, təsdiqləyib, bir çox kitablarda oxumuşam. Və böyüklərin dediyim kimi, bəzən deyirsiniz ki, qaynanam, qaynatam məni çox nervləndirir, mən ona necə dualar eləyim, necə onun halallığını alım. Axı biz onların yaşına çatanda bilməyəcəyik biz necə olacağıq. Biz bilməyəcəyik ağzımızın danışığını biləcəyikmi? Çünki onların yaşı var, onu nəzərə almaq lazımdır. Ona görə çalışdıqca ürəkdən sizə böyükləriniz halallıq verəcəksə, dediyim kimi şükürlərinizi yerinizdən duranda ilk gördüyünüz gün işığına görə şükürlər etdinizsə, duranda sağ ayağınızla bismillah eləyib sağ ayağınızla durdunuzsa, inşallah bugünkü günüm dünənkindən daha gözəl olar. Gözəl insanlarla rastlaşaram, bol ruzi yetirərsən, Allahım inşallah şad xəbərlər eşidərəm desəniz, gününüz doğrudan da gözəl keçəcək və Allah ruzi yetirəcək. O ruzidən də xeyir tapacaqsınız inşallah. Siz bunları eləyin, gəlib yazacaqsınız ki, Məryəm xanım sizə halal olsun. Doğrudan da beləymiş, həqiqətən də beləymiş mənim əzizlərim. İş görə-görə şükürlərinizi edin, körpələrə öyrədin, evinizdə ayətəl kürsünü oxudun və görəcəksiniz ki, həyatınız günü-günündən gözəlləşir. Məryəm xanımın başqa sirlərini də bilmək istəyirsinizsə, canınızı mütəxəssisə əmanət edib, dəyərli bacı qardaşlarım, qəbizlikdən azad olmaq istəyirsinizsə, mən bir mütəxəssis olaraq sizə Sena çayıdır, aclıq otudur, bisakadildir, matilium, cürbəcürdür, dəvə gözü, mən onları sizə məsləhət bilməyəcəm. Onları almağa mənim qrupumda icazə yoxdur. Mən sizə köpürəm deyəndə qara kömürdür, bilmirəm, onların pankreatindir, mezinforti, allahol, onları sizə məsləhət bilməyəcəm. Çünki mən bir mütəxəssis olaraq bizə öyrədiblər ki, biz onu oxumuşuq ki, onlar insan orqanizmi üçün zərərlidir. Olmaz, sonra mədə-altı vəzniniz örgənir, sizə ferment vermir mənim əzizlərim. Onları bağırsaq açıcı çayları içirsiniz, sonra tənbəlləşir, artıq klizmaya belə təsir göstərmir. Ən əsası, lazımlı bakteriyaları yuyursunuz, immun sisteminiz aşağı düşür və xərçəy xəstəliyinə belə tez düçar olursunuz. Ona görə də toksinlərinizin orqanizmindən çıxmağını istəyirsinizsə, mən sizə heç nə satmayacağım. Əziz, dəyərli bacı qardaşlarım, nə arıqlama çayı, nə arıqlama kofesi. Mənim qrupumda su diyeti olmayacaq, çünki immunitet aşağı düşür, qanın faizi aşağı düşür. Bu da bir çox xəstəliklərə gətirib çıxardır və aclıq olmayacaq. Evinizdə əliniz çatan qidalarla tam sağlam həyatı sürərək ilk qarnından azad olacaqsınız. Qaraciyər yağlanmasından azad olacaqsınız. Toksinlər orqanizmdən çıxacaq. Üzünüz üçün gözəllik sirlərini bölüşəcəm sizlərlə. Dırnaqdan, göbələkdən azad
Bütün qızıl qaydalarını Məryəm xanım dırnaq göbələyindən azad olmaqdan belə hamısını sizə öyrədəcək. Varmı belə bir diyetoloq ki, bircə dəfə 20 manat ödəyib qrupa daxil olursunuz, bir il qrupda qalırsınız və bütün bu özəllikləri əldə edirsiniz. Bəylər üçün qrup ayrıdır, xanımlar üçün ayrıdır. Buyura bilərsiniz. Təbii ki, ancaq və ancaq ödənişli qrupuma girmək üçün və ödənişli reklam üçün mənə müraciət etmək istəyirsinizsə, bu nömrəmdən, WhatsApp nömrəmdən əlaqə saxlayırsınız, yazırsınız, sağlamlıq orduma qoşulursunuz. Amma necə tələffüz edirəmsə, o cürə yazsanız, mənim WhatsApp nömrəmi tapa biləcəksiniz. İstər kənddən, rayondan, şəhərdən, xarici ölkədən, Rusiyadan fərq eləmir. Heç nə əlavə etməyin. Necə tələffüz edirəm? Nə eşidirsinizsə, ancaq və ancaq eləcə yaddaşa salın. Üstə gələk. 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.